الحمد لله الذي أمر بالإحسان ونهى عن الجهود والعصيان وجعل الشكر النعم سببا للمزيد والرضوان. أحمده سبحانه وأشكره وأتوب إليه وأستغفره وأشهد أن لا إله إلا الله وحده لا شريك له الكريم المنان، وأشهد أن محمدا عبده ورسوله خير من علم الوفاء وحذر من العقوق والجفاء، صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. Ama ba'd. Əziz değerli Müslümanlar, əziz kardeşler, ilk önce Allah'tan korkmağı tavsiye ederim. Korkun Allah Teala'dan ve sonra bilin ki en pis, en çirkin, eybəcər əxlaqdan biri də yaxşılığı danmaqdır. Yaxşılığı inkar etməkdir. Nankörlükdür. Yaxşılığı pisliklə qarşılamaqdır, əvəz etməkdir. Rəhməti sərtliklə sənə görə çəkilən əziyyəti unutmaqla qarşılamaqdır. Halbuki nəcib nəfs yaxşılığı unutmaz, fəziləti inkar etməz. Sənə qarşı yaxşılıq edənə və ya özünə qarşı yaxşılıq edənə təkəbbürlük etməz. Əksinə, pis nəfs, alçaq nəfs, odur nankör. Götürəndə unudur, ehtiyac duyanda yalvarır, zəlil olur, lakin elə ki ehtiyacı aradan qalxdı, təkəbbürlənir. Və insanlardan eləsi var ki, nimətin qiymətini ancaq onu itirəndən sonra bilir. Ona qarşı edilən yaxşılığın və ya yaxşının fəzilətini ondan uzaqlaşdıqda dərk edir. Rəhmətlə ona uzanan əli yalnız itirdikdə xatırlayır və neçə yumuşaq, mülayim qəlb sərt kobud sözlə sındırılıb, neçə mərhəmətli göz kobudluqla yaxınlarından olan insanın kobudluğu ilə ağladılıb və neçə ata, neçə ana illərin dərdini, yükünü daşıyıb övladına görə qatlanıb əziyyətə, zəhmətə, lakin mükafat nə olub? Unudulub. Ona qarşı sərt davranılıb. Mükafatı kobudluqdur, üz çevirməkdir və ən əzəmətli nankörlüğün şəkillərindən, misalından övlad böyüyür, sonra ona görə yorulanı, əziyyət çəkəni, zəhmət çəkəni unudur. Gecələri yuxusuz qalanı, malından onun üçün sərf edəni, onu böyüdüb başa çatdıranı, tərbiyə verəni, zəif olanda, ehtiyacı olanda ona səbr edəni belə mükafatlandırır. Bəli, unudur övladlar, unudur uşaqlığını, hansı ki o vaxt heç nəyə sahib deyildi, malik deyildi, nə özünə bir fayda verən bir insan idi, nə özündən zərəri dəf edə bilirdi. Unudur, onun üçün əziyyət çəkəni. Çünki ehtiyac duyurdu. Uşaqlığında kimsə onu yedirsin, daşısın, yusun, təmizləsin, müalicə etsin xəstələndikdə,
rəhm etsin ona. Lakin elə ki, cismi qüvvətləndi, beli dikəldi, bərkidi, Allah Teala ona imkan verdi. Nə oldu? Kobud oldu. Sərt oldu danışığında, narazı oldu, vəfasız oldu, sanki böyüdülməyib, sanki böyüdülüb, başa çatdırılmayıb, sanki daşınmayıb, sanki xidmət olunmayıb ona, rəhm olunmayıb. Bəli, bu əxlaq məzəmmət olunan əxlaqdır. Pislənən əxlaqdır. Allah Teala sevmir nənkorları, sevmir təkəbbürlüləri, sevmir sərt qəlbli, daş qəlbli olanları. İnnəl insənə li rabbihi ləkənud. Həqiqətən insan Rəbbinə qarşı nankordur. Ne üçün? Çünki danır Rəbbinin neymətlərini. Hatırlayır müsibəti, lakin unudur neyməti. Hatırlayır, görür qüsuru, naqisliyini, lakin yaxşılığı görmür. Əgər Allah Taala'nın neymətlərinə qarşı nankorluq edənin sifəti budursa, məzəmmət olunursa, gör Allah Taala'nın onun mövcud olması üçün səbəb etdiyinə qarşı nankorluq necədir? O kəsə qarşı ki, hansı ki böyüdüb, başa çatdırıb onu, qayğısına qalıb, ona qarşı nankor olanın vəsfi gör necədir? Ona görə nankorluğun, nankor övladın əlamətlərindən səsini onu böyüdənə qarşı qaldırmasıdır. Haqlarından danışmırıq bugün ata-ananın. Danışırıq necə nankor olur övladlar valideynlərə qarşı. Necə çıxılır ata ya ana ondan nəsə istəyəndə, tələb edəndə necə narazıdır. O dərəcədə ki, ağır gəlir, ziyarət etmir bəziləri valideynini və ya əhvalını heç soruşmur. Necədir? Necə yaşayır? Bəzən görsən xəzalət çəkir valideyninə görə insanların qarşısında. Səbəbsiz. Ehtiyacı olanda görsən ki, dönür yenə onlara. Qayıdır onlara. Ona görə nankor övlad o kəsdi ki, valideyni ehtiyac duyanda qayıdır ona. Lakin elə ki, ehtiyacı aradan qalxır, üst çevirir. Götürür, şükür etmir. Təşəkkür etmir, tələb edir. İstəyir, lakin mülayim deyil. Onudur ki, o qəlb hansı ki qorxurdu onun üçün. Dua edirdi onun üçün daima. Layiq deyil bu kobudluğa, bu cəfaya. Layiq deyil bu sərtliyə. Peyğəmbər sallallahu aleyhi və səlləm insanlar haqqında danışanda deyir ki, Lə yəşkurullaha mən lə yəşkurun nəs. İnsanlara şükür etməyən, yəni təşəkkür etməyən Allaha şükür etməz. Əgər insanlara şükür etməyən, təşəkkür edə bilməyən, Allaha şükür edə bilmirsə, gör insanlardan sənə ən yaxın olana təşəkkür edə bilmirsənsə, şükür edə bilmirsənsə, halın necədir? Necədə halın əgər kiçik ikən, uşaq üçün, sənin üçün əziyyət çəkəni, onun əziyyətini tanımırsansa, sənə görə yorulanı, ona qarşı qayğın yoxdursa, sənə görə zəif olanda sənə səbr edəni saymırsansa, halın necə olacaq? Halbuki sevinib ki, sən daima sevincli olasan. Sən kədərli olanda o da kədərli olub. Yatmayıb ki, sən yatasan. Yoxsuz qalıb, az qalıb ki, doyasan. Yorulub əziyyətdə qatlanıb ki, rahat olasan. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, kim sizə yaxşılıq edirsə, onun mükafatını, əvəzini verin. Əgər verə bilmirsinizsə, heç olmasa dua edin onun üçün. O qədər dua edin ki, nəhayət görəsiniz ki, onun əvəzini qaytara bilirsiniz. Ona görə hər yaxşılıq mükafatı olmalıdır.
Hər yaxşılığa qarşı vəfalı olmalısan. Xüsusən də övlad valideyninə qarşı. Eşidib keçməməlidir. Elə bil ki, söz ona deyilmir. Hər yaxşılıq, yaxşılıqla əvəz olunmalıdır. Və ən əzəmətli fəzilət, lütf sənin üçün sözsüz ki, Allah Teala'dan sonra sənə yaxşılığın gəlməsinin səbəbi səni böyüdüb başa çatdıranlardır. Onlar üçündür. Gecələri yuxusuz qalan, malından sənin üçün sərf edən, səbr edən sənə, səni daşıyan, əziyyətə qatlanan, qayğıva qalan, ona görə övladın sərtliyi, kobudluğu, nankörluğu heç də asan bir iş deyil valideyn üçün. Heç də zəif qəlbi, sadəcə ağladan keçici sözlər deyil, dediyi sözlər, o baxışlar hansı ki, alçatmaqla baxılır. Bəzi övladlardan valideynlərinə qarşı heç də kiçik bir şey deyil. O mərhəmətli qəlbləri sındırıb keçmək deyil sadəcə. Xəbərsiz qalmağı uzun müddət. Elə bilmə ki, hal-əhval eləmədiyinə görə iz qoymur onların qəlbində. Ona görə sələflər qorxurdular bundan. Bu məsələyə ciddi yanaşırdılar. Bir kişi gəlir Abdullah ibn Ömərin yanına, Tayləsə deyilən bir kişi, adı Ali ibn Məyyasdır. Deyir ki, Nəcdətlərlə bir yerdəydim və Nəcdətlər də xavariclər idi. Onlarla bir yerdə vuruşurdu. Deyir ki, etdiyim bəzi günahlara görə onları böyük günah saydığım üçün Abdullah ibn Ömərin yanına gəldim və dedim ki, böyük günahlar etmişəm. Dedi ki, hansını? Dedi ki, bu və bu. Dedi ki, bunlar böyük deyil. Abdullah ibn Ömər ona deyir ki, bu etdiklərin böyük günah deyil, lakin böyük günahlar 9'dur. Sonra sayır ona böyük günahları. Deyir ki, Allah'a şərik qoşmağın, bir nəfsin, bir insanı öldürməyin, döyüşdən qaçmağın, böhtən atmağın, sələm, riba yeməyin, yetimin malını yeməyin, məsciddə həddi aşmağın, harama yol verməyin, istehza etməyin. Sonra deyir ki, sonunda وَبُكَاءُ الْوَالِدَيْنِ مِنَ الْعُقُوقِ və valideyni özünə asi olduğun üçün, ağ olduğun üçün onun ağlaması. Böyük günahdan sayır, ona görə deyir ki, həmin o kişi, eyvallah, bəli Allah hamd olsun. Sonra deyir ki, ona Abdullah ibn Ömər, deyir ki, valideynlərindən kim sağdır? Deyir ki, anam var. Deyir ki, əgər onu ilə mülayim danışsan, ona yemək yedirsən, böyük günahlardan çəkinməklə cənnətə daxil olarsan. Fikir ver, çox söz demir ona, əksinə dəqiq işarə edir ona, nicat yolunu göstərir. Az kəlmələrlə deyir ki, mülayim danışsan, onu yedirsən, yəni baxsan ona. Çünki kobudluq, əldən qabaq, əzalardan qabaq, dildə gəlir ilk öncə. Dildə özünü göstərir. Nankörlük, sərt sözlərlə özünü büruzə verir. Soyuq baxışlarla özünü büruzə verir. Bunları nəsə istəyəndə etdiyin etirazla, uf deməyi ilə üzə çıxır. Ona görə nankör övlad, o yorğunluğun, o əziyyətin qarşılığını verə bilməzsən, vermək istəsən də yuxusuz gecələrin əvəzini yuxusuz qalmaqla ödəyə bilməzsən, çalışsan göz yaşı tökməklə o göz yaşlarını örtəsən, əvəzini verəsən, bacarmazsan. Lakin nə bacararsan? Gözəl danışmağı, mülayim danışmağı, əziyyət verməməyi, ona görə qoru yaxşılığı, səbəb olma Allahdan sonra sənin üçün rəhmət olanın göz yaşlarına. Bəs edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bəzi səhabələri döyüş meydanından qaytarıb. Qaytarıb ki, ata-anasının yanında döyüşsün, onları razı salsın. Qaytarıb səhabəsini
hicrət edən, deyəndə ki, Allahın elçisi hicrət etmişəm, lakin atam anam ağlayırdı, deyib qayıd onları güldür, necə ağlatmısan? Və deyib ki, burnu üstə sürünsün və ya burnu yerə sürtülsün, burnu yerə sürtülsün, burnu yerə sürtülsün. Dedilər, ya Rasulallah, kimin? Dedi ki, kimin valideyni onun yanında qocalıb, valideynlərinin qocalığında onlara çatıb, yaşayıb, birinin və ya ikisinin fərq etmir, lakin onlar onu cənnətə daxil etməyib. Yəni, səbəb olmayıb onun cənnətə düşməsinə, burnu yerə sürtünsün. Yəni, rüsvay olsun, rəzil olsun. Bu deməkdir. Çünki valideyn qapıdır. Cənnətin qapısından bir qapıdır. Bəzi insanlar isə kobudluqla itirib onu. Sərtliklə, sərt kəlmələrlə dağıdıb o qapını, nankorluqla bağlayıb o yaxşılıq qapısını. Soruşulur Peyğəmbər sallallahu aleyhi və səlləmdən ən böyük günahdan, böyük günahların ən böyük hansıdır? Deyir ki, Allaha şərik qoşmaq, sonra deyir ki, valideynə asi olmaq. Ona görə də sənə insanların içərisində ən yaxşı olana qarşı sən kobud olma. Onların kədərinə, ağlamağına səbəb olma. Kim ki belədir, qorxsun öz nəfsi üçün. Çünki görürsən ki, başqalarından özün bir kəlmə götürə bilmirsən. Lakin onları hər gün kobudluğunla, sərtliyinlə, ağır sözlərlə yaralayırsan, qəlbini sındırırsan, bil ki, Allah Teala eşidir, görür. O zəif qəlblərin Rəbbi var, onları eşidir, onlara kömək olur. Və ən böyük xəsarət odur ki, peşmançılıq vaxtı peşman olacaqsan, lakin fayda verməyəcək o peşmançılıq. Ən böyük xəsarət odur ki, sənin üçün dua edən gecə gündüz, Allahdan istəyən, sənin evə dönüşünə sevinən, xətalarına göz yuman bir gün olmayacaq. Ən böyük peşmançılıq onda olacaq ki, hər gün eşitdiyin o səsləri eşidə bilməyəcəksən. O qapı hansı ki açıqdır sənin üçün indi bir gün bağlı olacaq. O qəlb hansı ki qorxur sənə görə, kədərlənir, o qəlb bir gün olmayacaq. Ona görə də nankorlardan olma. Başqalarına, yadlara qarşı mülayim olub, sənə ən yaxın olana qarşı nankor olma. Nankor olma atana qarşı, anana qarşı, həmçinin nankor olma ailənə qarşı. Əshabınla oturub duranda necə mülayimsənsə, o mülayimliyə ən layiq olan ən yaxınlarındır. Bir xətanı səbəb etmə ki, illərin yaxşılığını aradan qaldırsın. Tövbə et Allah Teala'ya sərt qəlbdən, tövbə et nankorluqdan, kobud dildən, tövbə et yaxşılığı danmaqdan, inkar etməkdən. Nə qədər ki fürsət var, başda mülayim ol sözündə, xoş üzlü, gülər üzlü ol, səmimi, sadiqcə, onların əhvalı ilə maraqlan, ixlaslı onlar üçün dua et, xidmət et onlara, minnətsiz, onları qırmadan, vəfalı olaraq və bil ki, qəlb əgər təşəkkür etməkdən boşdursa, o qəlb sərtləşir, kobudlaşır. Əgər qəlbdə vəfa yoxdursa, nankor olur. Əgər qəlbdə rəhmət yoxdursa, mərhəmət etməli olduqlarını incidirsən, ağladırsan. Ona görə də bil ki, güc, qüvvət o deyil ki, zəif əziyyət edəsən, incidəsən, ona qarşı sərt olasan və həmçinin kişilik o deyil ki, səni sevənlərə qarşı səsini yüksəldəsən və mərdlik o deyil ki, ilk ixtilafda illərin yaxşılığını unudasan. Neçə övlad var ki, halı budur. Görsən ki, insanlarla mülayimdir, lakin valideynləri ilə kobuddur. Ən yaxın insanlara qarşı dili susmur, kobuddur, sərtdir. Əshabı ilə oturanda gülər üzdür. Ata-anaya qarşı qaşqabaqlı, kobuddur, cəfa var, lakin yadlara qarşı mərhəmətlidir. Ona qarşı qayğı göstərənə qarşı
onun əziyyətinə qarşı qatlanana, illərlə onun qayğısını çəkənə qarşı sərtdir. Ona görə illərin yaxşılığını bir anlıq qəzəbə fəda etmə, vada vermə, sərt bir kəlməni qoyma, gecə-gündüz sənin üçün dua edib, Allah'tan yalvaran, istəyənin qəlbi sındırma, bil ki, yaxşılıq dindir. Vəfa müminin əxlaqıdır, nankörlük isə məzəmmət olunanların əxlaqıdır və hər yaxşılığın əvəzi yaxşılıqdır. Həl cəzəul ihsani illəl ihsan. Məgər yaxşılığın əvəzi yaxşılıq deyil. Ona görə qoruyun yaxşılığı. Təşəkkür edin. Sizə qarşı yaxşı davrananlara qarşı, xüsusən də başda valideynlər olmaqla nankörlardan olmayın. Allah Teala şükür edənləri sevir. Sərt qəlbləri, nankörları sevməz. Allah'ım qəlblərimizi təmizlə. Allah'ım bizi şükür edənlərdən et. Vəfalı olanlardan, gözəl əxlaq sahibi olanlardan et. Allah'ım müsəlmanların evladlarını islah et. Onların əxlaqlarını düzəlt. Allah'ım evlərimizi islah et. Allah'ım qəlblərimizi birləşdir. Allah'ım bizi sənə şükür edənlərdən, zikr edənlərdən et. Allah'ım ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Bu diyarı əmin-amanlıq diyarı et. Ölkə başçımızı qoru. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyyə vəl-mursəlin Nebina Muhammed ve ala alihi ve sahbihi ve sellem teslimen kethira. İbadallah, innallaha ya'muru bil adli vel ihsani ve ita'i zil qurba ve yenha anil fahşai vel munkari vel baghi. Ya'idukum la'allakum tadhakkarun. Fadhkurullahal azima yadhkurukum vashkuruhu ala ni'amihi yazidkum ve la zikrullahi akbar. Wallahu ya'lamu ma tasna'un wa aqimus salah.